Növbəti köç karvanı yola salındı və yurt yuvalarına qayıdan ailə üzvlərinə evlərinin açarları təqdim olundu. Belə gündəm xəbərin efirində 18 iyun tarixidir və bir mühüm xəbəri diqqətinizə çatdıracaq. Belə ki, 18 iyun tarixində Bakının Qaradağ rayonundan Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb və gündəm xəbər reporta istinadən bu xəbəri diqqətinizə çatdırır ki, bu mərhələdə köçürülən 154 nəfərdən ibarət olan 40 ailəyə yeni tikilən fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər və yola salınan köç karvanına ailə üzvlərinə evlərinin açarları təqdim edilib.